Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin hədəf mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri, rəqəmsal hədəfləmə alqoritmləri və real vaxt nəzarət sistemləri hesabına xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hədəf mərkəzinin analitik platforması tərəfindən Türkiyədən Azərbaycana kartof yükü gətirən nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, yük məlumatlarında uyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin Qırmızı Körpü Gömrük postu üzrə nəzarətə götürülüb. Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə qanunsuz müdaxilə faktı aşkarlanıb. Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı kartof yükünün içərisində gizlədilən və qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd göstərilən kardon qutular saxlanılıb. Kardon qutulara keçirilən baxış zamanı ümumilikdə 90 adda 22.000 ədəd dərman preparatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.